Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu əziz dostlar. İmanı gücləndirməyin 8 önəmli yolu haqqındadır mövzumuz. 1. İşlərinizdə həmişə səmimi niyyətiniz olsun. 2. Sizi daha çox Allahın yadına salan insanlarla ünsiyyətdə olun. 3. Gördüğünüz her şeyin yaradılışı hakkında düşünmeye çalışın. 4. Çox və vaxtında dua edin, nəinki yalnız çətinliyə düşəndə. 5. Quran oxuyun. Gündə hətta bir ayə olsa belə oxuyun və üzərində düşünün. 6. Halal ruzi qazanmaq üçün çalışın və əlbəttə ki, xəsis olmayın. 7. İnsanların eyib və səhvlərindən keçməyi, yəni əfv etməyi bacarın. 8. Gözəl xüsusiyyətləri gücləndirin. Dürüstlük, əmanətdarlıq, sir saxlamaq.